Salam hörmətli müəllimlər. Növbəti maarifləndirici videomuzla qarşınızdayıq. Bugünkü verilişimiz informatika fənninə həsr olunub. Anar Əhədlinin təqdimatında HTML dili ilə bağlı test tapşırıqlarına nəzər salacağıq. Xoş gördük sizi Anar müəllim. Xoş gördük Pərvinə xanım. Anar müəllim, keçən verilişimizdə biz birinci məzmun sahəsinə toxunmuşduq və ona dair müxtəlif test tapşırıqlarına nəzər salmışdıq. Bəs bu dəfə hansı məzmun sahəsinə toxunacağıq və hansı test tapşırıqlarını işləyəcəyik? Təşəkkür edirəm Pərvinə xanım. Biz bugün informatikanın ikinci məzmun sahəsi olan formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma məzmun sahəsinə baxacağıq. Burada ümumi sualların sayı 25-dir gördüyünüz kimi. Digər məzmun sahələrinə nisbətən daha çoxdur, hətta 2 dəfə fərq var. Biz burada HTML dili, yəni web proqramlaşdırma mövzusunun test tapşırıqlarına baxacağıq. Gəlin başlayaq. Birinci test tapşırığı. Hipermətn nədir? Görüldüyü kimi bu faktoloji sualdır. Hipermətnin nə olduğu haqqında doğru cavab E variantıdır ki, hipermətn başqa sənədlərə istinadın olduğu mətindir. Növbəti test tapşırığına keçək. Verilmiş variantlarda olan teqlərdən hansı teqlərin açılışı olsa da bağlanış teqi yoxdur? Biz HTML web proqramlaşdırma mövzusunda bilirik ki, web səhifələr qurulur və bu web səhifələrdə hər bir obyektlər xüsusi teqlər daxilində yazılır və burada bəzi teqlər var ki, bu teqlərin açılış hissəsi, yəni teq konteyneri olur, bağlanış teqləri isə olmur. Biz burada açılış və bağlanışa nümunə olaraq deyə bilərik ki, hər hansısa bir teq UL və bu onun bağlanışını bildirir və burada da digər A teqi, bu isə onun bağlanışını bildirir. Biz isə açılıb amma bağlanışı olmayan teqləri istəyirik. Burada biz C variantında gördüyümüz image və HR teqləridir ki, onların açılış teqi olsa da bağlanış teqləri yoxdur. Doğru cavab C variantı. Növbəti sual. Doğru fikirləri müəyyən edək. Hipermətn başqa sənədlərə istinad olunduğu mətindir. Bəli, biz birinci test tapşırığımızda buna aid demişdik. 1. Doğrudur. 2. Web səhifələrdə qrafiki fayla keçid edən istinad olmur. İkinci bənd yanlışdır. Web səhifələrdə qrafiki fayla, videoya, mətnə və s. bu obyektlərə keçid edən istinadlar olur. 3. Susmaya görə istinad adi mətndən fərqlənir. Bildiyiniz kimi, kursoru web səhifədə istinad, yəni linkin üzərinə gətirdikdə kursor avtomatik olaraq öz formasını dəyişir, əl işarəsi daha çox olur və digər işarələr də ola bilər. Mətndə isə belə bir işarə olmur susmaya görə. Ona görə də üçüncü bəndimiz doğrudur. Dördüncü bənd. Siçanın göstəricisi, yəni kursor, hipermətn üzərinə gətirilən zaman onun forması dəyişir. Bəli, onun forması qeyd etdiyim kimi daha çox biz bunu web səhifələrdə əl işarəsi formasında görə bilirik kursoru. Ona görə dördüncü bənd də doğrudur. Beşinci bənd. Web səhifələrdə video faylı istinad göstəricisi ola bilməz. Biz istinad, yəni link deyərkən href teqindən istifadə edirik və burada müəllimlər artıq bilirlər ki, href atributunun içində yazılmış olan web səhifə lokalda və yaxud internetdə qrafiki fayla, web səhifəyə fərqi yoxdur. Hər hansısa bir obyektə keçid edirsə, burada artıq istinadın özüdür. Yəni keçid olunacaq obyektdir və yaxud yerdir. A teqlərinin arasında yazılan isə istinad göstəricisidir. Web səhifələrdə video faylı istinad göstəricisi ola bilməz cümləsi isə yanlışdır. Çünki istinad göstəricisi video faylı olmaqla yanaşı mətn faylı da ola bilər, qrafiki faylı da ola bilər. Bunları nəzərə alaraq bizim doğru bəndlərimiz 1, 3 və 4-cü bəndlər olur ki, bu da C variantında öz əksini tapır. Növbəti test nümunəsinə. HTML-də verilmiş belə bir kodu biz icra etsək, web brauzerdə
hansı formada mətnin təsviri əks olunar. Biz burada HTML-də ilkin olaraq teqlərin, mənaların başa düşməliyik və hər bir teqin daxilində yazılmış məlumatlara diqqət eləməliyik. YM teqi diqqət eləyirsinizsə açılıb və ən sonda bağlanıb. YM teqi arasında yazılmış simvollar veb səhifədə kursiv formasında, yəni əyri cizgi formasında əks olunur. YM ilə yanaşı eyni işi görən italik, yəni I teqi də var. Daha sonra U teqi burada underline deməkdir, yəni altdan xətt çəkir. B teqi isə bold teqidir və yaxud bununla eyni işi görən strong teqi də var. Biz buradan ilkin olaraq fikir versək, YM teqi açılır və ən sonda bağlanır. Demək, buradakı verilmiş sözlərin hamısı kursiv formasındadır. Daha sonra əli sözü U teqi açılır və YM-dən əvvəl bağlanıbsa, demək ki, underline, yəni burada əli və anar sözləri U teqlərinin daxilində olduğu üçün hər iki sözün altından xətt çəkiləcək. Bold teqi isə, bold teqinin daxilində isə anar sözü yazılır. Buradan biz başa düşürük ki, anar sözü qalın rəngdə olacaq. Ümumiləşdirsək, anar sözü bold və underline teqlərinin daxilindədir deyə, o zaman qalın və altdan xətt formasında olacaq. Əli sözü isə underline, yəni altdan xətt olacaq. Eltat sözündə isə kursiv olacaq. Ümumi isə bunların hamısı, yəni eltat, əli və anar sözlərinin hamısı kursiv formasında olacaq. Biz bunları nəzərə alaraq variantlara diqqət etsək, eltac, Y bəndinə diqqət etsək, eltac ifadəsinin kursiv formada ümumi, Y bəndindəki ümumi söz, 3 sözün kursiv formasında olduğunu bilirik. Əli və anar sözləri underline teqlərinin arasında olduğu üçün hər ikisinin altından xətt çəkilib. Əlavə olaraq anar sözü isə underline teqi ilə yanaşı bold teqinin, yəni qalın formada yazılmış olacaq. Ona görə də düzgün cavab variantımız Y-dir. Növbəti suala keçək. Görüldüyü kimi, hər hansısa bir qrafiki faylı veb səhifəyə əlavə etmək üçün teq verilmişdir və müəyyən bir PNG uzantılı adı info olan qrafiki fayl verilib. Bizdən istəyir ki, bu yazılış zamanı qrafiki faylın nisbi ünvanı səhv yazılarsa, veb səhifədə bu qrafiki faylın yerində hansı yazı əks olunacaq? Burada biz CRG atributu, yəni search, mənbə hissəsindən info adlı PNG uzantılı şəkili əlavə edirik və əgər bizim lokal kompüterimizdə bu şəklin nisbi ünvanı deyərkən biz burada şəklin adının səhv yazılması və yaxud elə bir adlı şəklin kompüterdə olmaması, həmçinin uzantının səhv yazılıb və yaxud elə bir uzantılı qrafiki faylın kompüterdə olmamasını nəzərə alaraq bunu artıq veb səhifə nisbi ünvanın səhv yazılması kimi başa düşür və həmin təsvir veb səhifədə görünmür. Buna alternativ olaraq image teqinin atributu olan alt atributu, yəni alternativ atributu olur ki, burada sertifikasiya sözü yazıldığını görürük. Yəni, əgər veb səhifədə qrafiki faylın nisbi ünvanı səhv göstərilərsə, alternativ olaraq şəkil əvəzinə sertifikasiya sözü veb səhifədə görünmüş olacaq. Ona görə də bizim doğru variantımız B variantı. Növbəti suala keçək. Qrafiki faylın veb səhifəyə əlavə edilməsi üçün mütləq doğru yazılmış kodu müəyyən edək. Biz burada variantlara diqqət etsək, image teqinin əsas atributu CRG atributudur və A bəndində source deyə bir atribut yoxdur, CRG atributudur deyə A bəndi yanlışdır. B bəndində image teqinin ref adlı bir atributu yoxdur. Ona görə B variantı da səhvdir. C variantında image və CRG atributu var. Amma biz burada əvvəlki tapşırıqda demişdik ki, bəzi teqlərin
açılışı olsa da qapanışı yoxdur. Ona görə biz diqqət eləsək image tagi bağlanıb deyə C bəndi də bu səbəbdən yanlışdır. D variantına diqqət etsək, image CRG atributu və burada hər şey öz qaydasındadır. Yəni doğru cavab D variantı olacaq. Y bəndində isə yanlış olan image tagindən sonra href atributu gəlir ki, biz əvvəl də qeyd etdik ki, image taginin href adlı atributu yoxdur. CRG adlı əsas atributu var. Buna görə bizim doğru cavab variantımız D variantı. Növbəti test tapşırığına diqqət yetirsək, uyğunluqdur. Biz web səhifənin arxa fonuna rəng təyin etmək üçün istifadə edilən atributu, web səhifədə olan ümumi istinadların, yəni keçidlərin rəngin təyin etmək üçün atribut və web səhifənin arxa fonuna qrafiki fayl əlavə etmək üçün atributları bilməliyik. Variantlara diqqət etsək, web səhifənin arxa fonuna rəng təyin etmək üçün biz BG Color atributundan istifadə edirik və nəzərinizə çatdırım ki, bu atributlar body taginin daxilində yazılır. Biz buradan birinci bənd üçün deyə bilərik ki, web səhifənin arxa fonuna rəng vermək BG Colordur, yəni 1 Y. Daha sonra ikinci bənddə ümumi istinadların rəngin təyin eləmək üçün link atributundan istifadə edirik, yəni 2D. Üçüncü bənddə isə arxa fonuna qrafiki fayl əlavə etmək üçün background atributundan istifadə edirik, 3A. Bizim doğru cavab variantımız Y variantı. Növbəti test tapşırığına baxaq. HTML-də bizə belə bir istinad təqdim olunub və bizdən istəyir ki, bu kod hara istinad edir? Biz əvvəlki tapşırıqlardan birində qeyd etmişdik ki, href atributunun içində yazılmış hər hansısa bir söz, bu qrafiki fayl ola bilər, mətn ola bilər, veb sayt ola bilər və s. Bu gedəcək istinadın özüdür. Amma A taglərinin ortasında yazılan hər hansısa bir söz ola bilər, mətn ola bilər, video və yaxud qrafiki fayl ola bilər ki, o da istinad göstəricisidir. Yəni, biz A taglərinin ortasındakı obyektdə klik etməklə href atributunun içindəki obyektə daxil olacağıq. Bizə isə buradan həmin bu kod, yəni bu keçid hara istinad edir? Hara istinad etdiyi, yəni hara daxil olacaq? O zaman biz href atributunun içində görürük ki, şəkil.wav faylına. Biz diqqətli olmalıyıq ki, bizim faylımızın adı şəkil olsa da, faylın tipi WAV-dır. Yəni, səs faylıdır. O zaman biz deyə bilərik ki, burada istinad göstəricisi qrafiki fayldır. Biz web səhifədə qrafiki fayla, yəni music.png adlı qrafiki fayla klik etməklə şəkil.wav adlı səs faylına keçid edəcəyik. Və bu da bir şeydə diqqətinizə çatdırım ki, href atributunun içində HTTP və yaxud HTTPS protokolu olarsa, bu həmin obyektin qlobal kompüter şəbəkəsində, yəni internetdə olduğunu bilir. Əgər HTTP və yaxud HTTPS protokolu olmazsa, bu onun lokal kompüterdə olduğunu bilir. Beləliklə, bizim doğru cavab variantımız B variantıdır. Növbəti test tapşırığına baxsaq, doğru yazılmış istinadı müəyyən edin. Biz variantları incələsək, A variantında ilk olaraq HTTP adlı bir protokolumuz yoxdur deyə XYZ adlı mətn üzərində klik etdikdə belə bir sayt olmadığı üçün səhv olacaqdır. B variantında yenə də href atributunun içində HTTPS protokolu səhv yazıldığı üçün yenə də yanlışdır. C bəndində A taginin CRG deyə bir atributu yoxdur. A taginin href, CRG isə image taginin atributudur. Ona görə də C variantı səhvdir. Burada D variantına diqqət etsək, yenə də A CRG atributu yazılıb deyə və HTTPS də əlavə olaraq səhv yazıldığına görə D variantı da səhvdir. Doğru cavab Y variantıdır və burada A href,
HTTPS və XYZ adlı mətn istinad göstəricisidir. Biz bu istinad göstəricisinə veb səhifədə klik etdikdə xyz.az veb səhifəsinə daxil olmuş olacaq. Doğru cavab Y variantı. Növbəti test tapşırığı. Burada yenə də istinad istənilir bizdən. Verilmiş bu kod HTML kodunda bizdən hara istinad edildiyin soruşur. Biz burada diqqət etməliyik ki, istinad və istinad göstəricisi əsas məqam. Biz qeyd etdiyimiz kimi ref atributunun içində yazılan obyekt istinadın özüdür. A teqlərinin ortasında yazılmış söz, cümlə, qrafiki fayl və yaxud video, hər hansısa bir obyekt isə istinad göstəricisidir. Bizdən isə hara keçid, yəni istinad etdiyini soruşur. O zaman biz deyə bilərik ki, bizim web brauzerdə web səhifəni icra etdikdə Elm adlı bir istinad açılacaq və kursorun göstəricisini Elm adlı sözün üzərinə gətirdikdə 3w.edu.gov.az saytına keçid etmiş olacağıq. Yəni bu artıq qlobal kompüter şəbəkəsində internetdədir. Demək, doğru cavab variantımız D variantı, internetdə yerləşdirilmiş web sayta. Növbəti test tapşırığı. HTML-də hansı atributun köməyi ilə baxılmış, yəni keçid olunmuş istinad mətninin rəngini təyin etmək olar və ya vermək olar. Biz burada baxılmış, yəni keçid olunmuş istinad, yəni link deyərkən bu atribut body taginin daxilində yazılır və müəllimlər arasında bu üç anlayış səhv salına bilər. Buna görə biz diqqət edirik, baxılmış, yəni keçid olunmuş istinad bilməliyik ki, body taginin içində bu v-link atributu vasitəsilə yazılır və burada həmin keçidin və yaxud istinadın rəngi təyin olunmuş olur. Burada rəng İngilis əlifbasındakı sözlərlə də yazıla bilər və yaxud 16-lıq say sistemindəki rəqəm kodları ilə də yazıla bilər. Doğru cavabımız C variantıdır. Növbəti test tapşırığına baxaq. Demək, verilmiş HTML koduna əsasən web səhifə haqqında yanlış fikirləri müəyyən etməliyik. Bizə bir HTML kodu verilib gördüyü kimi. HTML-də 3 növ siyahılardan istifadə olunur. İlk nizamlanmış, yəni nömrələnmiş OL-li, nizamlanmamış və ya nişanlanmış UL-li və sonuncu təsviri, yəni təyin etmə və ya izahlı DL, DT, DD siyahı növləridir. Bizdən birinci bənddən nizamlanmış siyahıdan bu kodda istifadə olunduğunu qeyd edir. Baxırıq ki, nizamlanmış və ya nömrələnmiş, yəni OL-li, ordered list istəyir. Bizdə isə UL-lidir, yəni unordered list. Ona görə birinci bənd yanlışdır. 2. Arxa fona rəng təyin olunmuşdur. Web səhifənin arxa fonuna rəng təyin etmək üçün body tagində BC color atributu olmalıdır ki, biz burada BC color atributunda müəyyən bir rəngin təyin olunduğunu görə bilərik. Cədvəldən istifadə olunmuşdur. HTML koduna diqqət etsək, cədvəl, table və cədvəlin sətir və xanaları olur və sütun başlıqları olur. Yəni table taginin içində TR, yəni table row cədvəlin sətri, TH table head cədvəlin sütunu, TD isə table data xanaların əmələ gətirilməsidir ki, biz bu HTML kodunda sadaladığım cədvəl taglərindən heç birini görə bilmirik. Ona görə 3-cü bənd yanlışdır. Keçid olunacaq istinada rəng təyin olunub. 4-cü bəndimiz yanlışdır. 5-ci bənd əks olunacaq mətnlərə rəng təyin olunmuşdur. Body taginin içində əks olunacaq həmin bu web səhifədə bütün mətnlərin rəngini təyin etmək üçün body taginin içində text atributu olmalıdır ki, biz bunu görürük və müəyyən bir rəng təyin olunub. O zaman biz müəyyən edirik ki, burada yanlış fikirlər 1, 3 və 4-cü bəndlərdir. Doğru cavab B variantı. Növbəti test tapşırığına baxaq. Web səhifədə cədvəl yaratmaq üçün istifadə edilən tagləri müəyyən edək. Demək, web səhifədə cədvəl yaratmaq üçün biz ilk olaraq table tagindən istifadə etməliyik.
və cədvəl bilirik ki, sətr, sütun və xanalardan ibarət olur. O zaman biz cədvəldə sətrlər yaratmaq üçün TR, yəni table row, cədvəlin sətri, TH, table head və TD, table data. Biz table, TR, TH və TD teqlərindən istifadə edərək veb səhifədə cədvəl yarada bilərik. Beləliklə, doğru cavab variantımız B variantı. Növbəti testə baxaq. HTML-də aşağıdakı kimi kod icra edildikdə web brauzerdə bu kod cədvəl yaradır və yaradılmış bu cədvəldə ümumi xanaların sayını istəyir. Biz burada cədvəlin xanaların bilmək üçün sətr və sütunların sayını bilməliyik ki, bunların da hasili bizə xanaların sayı verəcək. Biz TR-in sətr, TH-ın isə sütun başlığı olduğunu bilirik. Açılıb bağlanan hər bir TR bir sətr sayılır. Hər hansısa bir TR-in içində TH-ların sayı sütun başlığıdır və yaxud həmin HTML kodunda TH teqləri olmazsa, o zaman biz sütun olaraq TD, hər hansısa bir TR-in içində TD-lərin sayını tapmalıyıq. Burada biz diqqət edirik ki, TR açılıb bağlanır 1 və TR açılıb bağlanır 2. Demək, burada bizim 2 sətrimiz var. Hər hansısa bir TR-in içində, baxaq birinci TR-in içində, sətrin içində TH, yəni sütun başlıqlarımız 1, 2 və 3. Buradan bizə aydın olur ki, 3 sütun, 2 sətirdən ibarət cədvəl yaranır və bu cədvəldə 6 xana olacaq. Yəni, bizim doğru cavab variantımız C variantı. Növbəti suala keçək. Demək, HTML-də təyin etmə siyahısı formalaşdırmaq üçün düzgün kod fraqmenti müəyyən edək. Biz əvvəlki tapşırıqlardan birində qeyd etdik ki, siyahılar 3 yerə bölünür. Nizamlanmış, nömrələnmiş və ya nizamlanmış, nişanlanmış və ya nizamlanmamış, ən sonuncusu isə təyin etmə və ya izahlı. Buradan göründüyü kimi biz variantlara diqqət etsək, OL-li, yəni unordered list, nizamlanmış və ya nömrələnmiş siyahıdır. UL-li, unordered list, yəni nizamlanmamış və ya nişanlanmış siyahıdır. C və D variantlarında isə belə bir teq ardıcıllığı yoxdur, yəni yanlışdır. Y bəndində isə DL, DT və DD. Yəni burada description list, təyin etmə siyahısı olur. DL, DT, DD. Burada DL, yəni description list, təyin etmə izahlı siyahı mənasını verir. Bunu nəzərə alaraq doğru variantımız Y variantıdır. Növbəti test tapşırığına keçid edək. HTML kod fraqmentinə əsasən yaradılan siyahıda olan elementlərin sayını müəyyən edək. Görürük ki, OL və li teqlərdir. Yəni, burada siyahıdır və bu nizamlanmış siyahıdır. Bizdən elementlərin sayı dedikdə, yəni sətirlərin sayı istəyir. Burada da bizdə nizamlanmış siyahıda li listi, sətirlərin sayı deməkdir. Burada biz lilərin sayını sadəcə tapacağıq. Burada 3 dənə li teqinin olduğunu görürük və beləliklə elementlərin, yəni sətirlərin sayı bu siyahıda 3-ə bərabərdir. Növbəti test tapşırığına keçid edək. HTML-də veb səhifəyə yerləşdirilmiş qrafiki faylın ölçülərini tənzimləmək üçün istifadə olunan atributlar hansılardır? Biz burada qrafiki faylı veb səhifəyə əlavə etmək üçün image teqindən istifadə edirik və burada qrafiki faylın ölçülərini tənzimləmək üçün iki istifadə edəcəyimiz atribut vardır ki, bunlar da göründüyü kimi width və height atributudur ki, yəni qrafiki təsvirin şəklin, enin və uzunluğun tənzimləmək üçün. Növbəti test tapşırığına diqqət yetirək. Uyğunluq sualıdır. Seçilmiş simvolu sözü və ya cümlənin altından xətt çəkmək üçün istifadə edilən teq, seçilmiş simvolu qalın formada yazmaq üçün və seçilmiş simvolu əyri, yəni kursiv formada yazmaq üçün istifadə edilən teqləri müəyyənləşdirməliyik. Biz A bəndinə diqqət eləsək, B, yəni bold, qalın,
italik, i, ym. Bu da kursiv, yəni italiklə eyni iş prinsipinə malikdir. Strong tagi bold tagi ilə eyni iş prinsipinə malikdir və yəni seçdirilmiş sözü, cümləni və yaxud simvolu qalın formada edir. U tagi isə underline-dır ki, altından xətt çəkir. Bunları nəzərə alaraq biz deyə bilərik ki, 1 Y bəndi, yəni 6 xəttli U tagi, 2 A və ikinci bənddə A və D qalın etmək üçün bold və strong, üçüncü bənddə isə B və C, yəni italik, əyri cizgi formada edir. Doğru cavab variantı Y variantı. Ana müəllim, təşəkkür edirik bugünkü izahınıza görə. Əminəm ki, müəllimlər faydalanacaqlar bundan. Çox sağ olun. Mən də öz növbəmdə sizə təşəkkür edirəm ki, bizə bu şəraiti yaratdınız. Bu ilki sertifikasiya imtahanında müəllimlərə uğurlar arzu edirik. Təşəkkür edirik. Sağ olun. Əziz müəllimlər, bugünkü verilişimiz sona çatır. Növbəti verilişlərdə görüşənə qədər.